Hər kəsə salam. 2025-i xilas edirəm gün 27-yə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə. Bu gün mən arxa planda boyama işi ilə məşğul olacağam. Sizlə isə biraz söhbət eləmək istəyirəm. Heç fikir vermisinizmi? Niyə bəzi bağçalar çox gözəldir, baxırıq və heyran oluruq, amma bəzi bağçalar sadəcə sıradandır? Mənə görə səbəb orada bir deyil, bir neçə müxtəlif növ çiçəyin olması, qəşəng bəzədilməsi, səliqəli olması və sair kimi müxtəlif səbəblərdir. Amma məncə söhbətin bağçadan getmədiyin fərqinə vardınız. Əslində mən həyatımızı bir bağçaya bənzədirəm. Hansı insanlar ki özünü inkişaf elətdirməyi bacarır, onların həyatı göz oxşayır. Necə ki, bayaq dediyim bağça misalındakı kimi. Onların həyatı niyə göz oxşayır? Çünki özlərini inkişaf etdirəcək, parlayacaqları sahənin fərqindədirlər və bundan rahat şəkildə məşğul olurlar. Bir də bəzi insanlar var ki, onların bağçası sıradandır. Necə ki, torpaq çox iş görəndə yorulur, o insanlar da məqsədsiz yaşayırlar deyə həyatdan yorulurlar və çox sıradan bir bağçaları olur. Ümumiyyətlə, insan bütün ömrünü bir sahəyə həsr eləyəndə zamanla zəifləyir. Çünki, iş səni hara kimi apara bilər? 70 il, 80 il. Ondan sonraki qalan ömründə insan mütləq bir məşğuliyyətlə məşğul olmalıdır. Asudə vaxtını dəyərləndirməyi bacarmalıdır. Rəsm, musiqi, oxumaq, yazmaq və sair kimi bir sıra məşğuliyyətlər əslində bizim bağçamızın çiçəkləridir. Və bu çiçəklərin əsas məqsədi o deyil ki, kimsə baxsın və onları təqdir eləsin. Onların əsas məqsədi odur ki, özümüz baxaq və öz əməyimizə heyran olaq. Gördüyümüz işlərlə bağlı özümüzlə fəxr eləyə bilək. Ümumiyyətlə, hər bir bacarıq insana yeni bir şey öyrədir. Məsələn, oxuyan zaman yeni bir həyat qazanırsan, idman edəndə səbr öyrənirsən, rəsmlə məşğul olanda öz düşüncələrindən baş-başa qalırsan, gəzəndə, səyahət edəndə müxtəlif yeni şeylər öyrənirsən, dünya görüşün artır. Demək ki, insana tək işləmək bəs eləmir. İnsan gərək yeni şeylər də öyrənməyə bacarsın və onu həyatın bir hissəsinə çevirsin. Amma necə ki, bir bağban hər gülə eyni qədər su vermir, hobbilərimiz də elədir. Məsələn, hamı səyahət edərək dünya görüşünü artırmır. Bəzi insanlar oxuyaraq edir bu işi. Ya da bəzi insanlar musiqi ilə məşğul olmağı sevir, digərləri isə memarlıqla məşğul olmağı sevir. Demək ki, bizim məqsədimiz bağçanı niyə rəngarəng eləməkdir? Çünki hər şeylə məşğul olub, ən bizə uyğun olanın, ən idealını tapmaq olsun deyə. Yəni bizə xitab eləmək məcburiyyətində deyil bütün məşğuliyyətlər. Amma biz bütün məşğuliyyətləri sınayırıq ki, bizə xitab eləyəni, bizim üçün mükəmməl olanı tapa bilək. Və o bizim üçün mükəmməl olan da bağçamızın ən göz oxşayan hissələri, ən maraqlı çiçəkləri olur. Ümumiyyətlə, sadəcə bir gül olan bağçalar da gözəldir. Fərqli güllər olan bağçalar da gözəldir. Və hər kəsin öz dünyaya baxış bucağı var və biz öz fikirlərimizə görə başqalarının da belə yaşamasını məcbur eləyə bilmərik. Bunlar da mənim öz bağçamla bağlı öz şəxsi fikirlərimdir ki, insan həyatında işlə yanaşı digər şeylərlə də məşğul olmalıdır. Mütləq yeni məşğuliyyətlər, yeni insanlar tanımalıdır, yeni yerlər görüb kəşf eləməyi bacarmalıdır. Çünki nə qədər rəngarəng olsa, ömrünün son fəsillərində həmin o rəngarəng səhifələrə baxanda, o xatirələrə dalanda bir o qədər peşmançılıqdan kənar olur. Kaşkilərə yer olmur, bəlkələrə yer olmur, rahat şəkildə, azad şəkildə dərin-dərin nəfəs alıb yaxşı ki eləmişəm deyə bilir, yaxşı ki oldu deyə bilir və s. Və çalışmaq lazımdır ki, bağçamızda hər cür yetişdirək və onların canlılığı ilə, cazibədarlığı ilə həyatımızı da gözəlləşdirək. Əslində bu mövzuda boyama kitabında gülləri gördükcə ağlıma gəldi ki, biz bağçamızı rəngarəng eləməliyik və bununla bağlı sizlə fikirlərimi bölüşmək istədim. Bu boyama işini aparan zamanda ancaq beynimin içində bu düşüncələr dönürdü. Ona görə dedim ki, elə videoda da həmin düşüncələri paylaşım. Və artıq 2025-in və marafonumuzun da bitməyinə çox az zaman qalıb. Artıq xeyirlisi və uğurlusu ilə 2026-ya qədəm qoyuruq bir neçə gün sonra. Və ümid edirəm ki, düşüncələrim heç kimin qəlbini qırmadı, video xoşunuza gəldi. Bugünlük sizlə bölüşmək istədiklərim bu qədər idi. Sağ olun.